Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, 20-ci əsrin məşhur qəzəlxan şairi, əməkdar incəsənət xadimi Əliağa Vahid. İskəndərov Əliağa Məmmədquluoğlu 1895-ci ildə Bakıda dünyaya gəlib. 2 ilə yaxın mədrəsədə oxusa da, ehtiyac üzündən təhsilini yarımçıq qoyan Əliağa sonradan xarratlıqla məşğul olur. Mütaliəsi və şeirə olan marağı ilə erkən yaşlarından ədəbi məclislərdə iştirak edərək hər zaman hazır cavablığı ilə seçilir. Və şeir gecələrinin birində Mirzə Əbdülxaliq gənc Əliağaya "Sən bu təbirlə Vahidsən" deyib ona Vahid ləqəbini verir. Vahid dövrünün bir sıra şairlərinin təsiri ilə lirik şeirlər yazmağa başlayır. 1914 bu aralarda mən şeirə başlamışam. Azər onlara tapşırdı ki, bu Şadan Müqət olmuş şeir zad yazdı, bırakın bunu çap eləyin. Mən də söyündüm. Getdim evimizə. O qafiyədə bir şeir yazdım İqbal qəzetində. Çox keçmir, Əliağa Vahid satirik şeirlərində dövrünün nöqsanlarını, möfhumatı ifşa edərək xalq sevgisi qazanır. Haqsızlıqlara etiraz edən şairin şeirlərinin əsas mövzusu maarifə çağırış, cahilliyə və zülmə etiraz idi. 1920-ci illərdə Vahid yaradıcılığının yeni dövrü başlayır. Füzuli ənənələrinin davamçısı olan şair təkcə Füzulinin deyil, Nizami, Xaqani, Nəvai və başqa şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edir. Sərt satiralarla əsasən Molla Nəsrəddin jurnalında, ömrünün sonuna kimi isə Kirpi jurnalında dərc olunan Əliağa Vahid 20-ci əsr qəzəlində və türk əruzunda elə adı kimi Vahid olmağı bacarır. Bilməm bu nazənin kimin istəyliyarıdır, ya hansı bəxtiyarlərin bəxtiyarıdır. Açdıqca gül cəmalini ellər fərəhlənir, güya gözəllik aləminin nobaharıdır. Dünya bu nazənin mələkin həsrətin çəkir, xəlqin sevimli afeti həm şəhriyarıdır. Yüzlərlə yansaq, eşq oduna qorxu bilmədik. Çünki diyarımız bizim odlar diyarıdır. Poeziyamızda özünə xas ahəngi ilə fərqlənən Vahid qəzəlləri hər zaman sadəliyi, xərqiliyi və ahəngdarlığı ilə seçilib. Əliağa Vahidin qoşmaları, mahnıları, təxmisləri, deyişmələri, müxtəlif məzmunlu şeirləri ayrıca tədqiqat mövzusudur desək, yanılmarıq. Əsasən qəzəlxan şair kimi tanınan şairin sözlərinə yazılan mahnılar isə görkəmli xanəndələrin ifasında mühüm yer tutub. Gözəllərin gözü sən, zülfü qara bir dənəsən, gül üzlü nazlı sənəmlər düşər qədəmlərinə. Əliağa Vahidin Azərbaycanı tərənnüm edən Vətən yaxşıdır şeirinə bəstələnən Xudayar təsnifi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşən igidlərimizin dilində ölməzlik qazandı.